DİM test toplusunda öz əksini tapan göyərçin məsələlərinin həllinə baxaq. Məsələnin həllinə keçməzdən əvvəl bir-iki xatırlatma etmək istəyirəm ki, demək normalda cinsiyyət hüceyrələrinin bölünməsi bilirdik ki, meyoz yolla baş verir və meyoz yolla bölünmə zamanı bir hüceyrədən sonda 4 ədəd hüceyrə əmələ gəlirdi. Əgər bu meyoz bölünmədirsə və avogenez mərhələsidirsə, yəni yumurta hüceyrənin əmələ gəlməsidirsə, bu zaman bir hüceyrədən sonunda bir ölçücə böyük olan yumurta hüceyrə, 3 isə kiçik balaca hüceyrələr əmələ gəlirdi ki, biz ölçücə kiçik olan hüceyrələrə ikinci dərəcəli yönəltici cisimcik deyirdik. Yəni bunlar mayalanmada iştirak etmirdilər, sadəcə yumurta hüceyrə mayalanmada iştirak edirdi. Və bir də normalda cinsiyyətinə görə dişi fərdlər XX, erkək fərdlər isə XY xromosomuna malik olur. Ancaq quşlarda, sürünənlərdə, kəpənəkdə və çiyələkdə isə bu fərqlidir. Belə ki, onlar heterozigot fərdlərdirlər. Yəni quşların dişi fərdində xromosom sayı XY şəklində qeyd olunmuş olur. Məsələmizə qayıtsaq, məsələn şərtini oxuyaq. Göyərçinin yumurtalığının yetişmə zonasına daxil olmuş hüceyrələrin sayı 30 ədəddir. Əmələ gəlmiş bütün qametlərdəki Y cinsiyyət xromosomlarının sayı 25. Əmələ gəlmiş bütün yönəlici cisimciklərdəki Y cinsiyyət xromosomlarının sayını Z ilə işarə edib və bizdən Z-in sayını müəyyən etmək tələb olunur. Demək, əvvəlcə yetişmə zonasına əgər 30 hüceyrə daxil olubsa, deməli, sonda 30 ədəd yumurta hüceyrə, daha sonra isə 30, 30 və 30, yəni 90 ədəd isə 90 ədəd isə ikinci dərəcəli yönəlici cisimcik əmələ gələcək. Və biz dedik ki, göyərçin quşlar sinifinin nümayəndəsidir. Quşlarda xromosom göstərilir XY şəklində, yəni bu heterozigot fərdlərdir. Bu zaman bu əmələ gələn yumurta hüceyrənin 30'u X-də ola bilər, 30'u Y-də ola bilər. Və biz bu cür məsələləri necə həll edirik? Deməli, bizə qeyd edir ki, əmələ gəlmiş qametlərdəki Y cinsiyyət xromosomlarının sayı 25'dir. 25 ədəd Y cinsiyyət xromosomu, yəni qamet əmələ gəlibsə, deməli 25-dən 30-dan 25-i çıxsaq qalır 5. 5 ədəd X xromosomuna düşmüş olur. Bu bizim qametlərimizdir. Bir də ikinci dərəcəli yönəlici cisimciklərini sayaq. Normalda 3 ədəd əmələ gəlir, düzdür? Əgər 25 dənə Y əmələ gəlibsə, 25 dənə Y yönəlici cisimcik şəklində əmələ gələcək. 25 dənə X yönəlici cisimcik şəklində əmələ gələcək. 25 dənə də X yönəlici cisimcik şəklində əmələ gələcək. Əgər 5X qamət şəklində əmələ gəlibsə, 5X yönəlici cisimcik əmələ gələcək. 5Y yönəlici cisimcik əmələ gələcək. 5Y də yönəlici cisimcik əmələ gəlmiş olacaq. Bu yazdığımız 3 ədəd yönəlici cisimciklərə, yəni xırda hüceyrələrə aiddir. Sonra isə deyir ki, əgər bizdən əmələ gəlmiş bütün yönəlici cisimciklərdəki Y cinsiyyət xromosomlarının sayı. Bizdən yönəlici cisimciklər içərisində Y cinsiyyət xromosomlarına sahib olanlarının cəmini istəyir. 25 ədəd buradadır, 5 ədəd bu, 5 ədəd də bu. Bunları cəmləyirik. 25 plus 5 elədir 30, 30 o da 5, 35. Cavabımız olur 35. Digər bir məsələyə baxaq, 23-cü məsələyə. Deməli, göyərçinin yumurtalığının yetişmə zonasına bu dəfə yenə 30 ədəd hüceyrə daxil olub. 30 ədəd hüceyrədən Y xromosomuna malik olanların sayı 25'dir. 25 Y xromosomudursa, qamət yazırıq üstə. 25 Y xromosomudursa, 5'i qalacaq yenə X xromosomuna. Bu qamət olan hissədir. Bir də ikinci dərəcəli yönəlici cisimcik olan hissəni yazaq. 25 ədəd Y, 25 ədəd X, 25 ədəd də X. Yəni, bayaq izah elədiyim, birindən 4 hüceyrə əmələ gəlirsə, bunların xromosom sayları hər zaman bir-birinə bərabərdir. Onun üçün, əgər
yumurta hüceyrə 25-dirsə, yönəlici cisimciklərdə 25 xromosoma malik olmuş olur. Sonra 5x qamət əmələ gələn forma bəs necə olacaq? 25x qamət əmələ gələrsə, daha doğrusu 5x, üzülürsən, 5x qamət əmələ gələrsə, 5x yönəlici cisimcik əmələ gələcək, 5y yönəlici cisimcik və 5y yönəlici cisimcik əmələ gəlmiş olacaq. Bu dəfə bizdən əmələ gəlmiş bütün yönəlici cisimciklərdəki X xromosomunu daşıyanları soruşur. Baxıram yönəlici cisimciklər içərisində 25x, 25x burada, 5x də burada. 25, 25, 50, bu da 5, 55. Deməli, cavabımız 55x-ə bərabər olmuş olur. Yəni, 55-ə bərabər olmuş olur. Və yaxud 24-cü məsələyə baxsaq, yenə 30 hüceyrə daxil olub. Bunlardan 5-i X xromosomunu daşıyırsa, demək geriyə nə qədər qalır? 25-i Y xromosomunu daşımış olur. Bu oldu bizim qametimiz. Bəs yönəlici cisimcik nəyə bərabərdir? Demək 5x qamətdirsə, 5x yönəlici cisimcik, 5y, 5y. 25y-dirsə, 25x, 25y. Üzülürsən, burada qarışdırmayaq. X yazıq, Y yazıq burada. Sonra 25x və 25x şəklində qeyd edək. Sonra bizdən nə soruşur? Yönəlici cisimciklərdəki Y xromosomunu daşıyanları soruşur. 5y, 5y, bu da 25y. Cəm eləyir 35. Cavabımız olur 35.